Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın tanınmış aktyoru vəfat edib. Xəbər verilir ki, məşhur Makedon obrazı ilə yaddaşlarda qalan Bizim Cəbiş müəllim filminin aktyoru Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən dünən səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Aqil Ağacanov Yuxu, Bizim Cəbiş müəllim filmlərində rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox Makedon obrazı ilə iz buraxıb. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir verir. Müğənni Elçin Cəfərovun Heydər Əliyev sarayında keçirilən konsertini izləməyə gələnlər arasında oğul Can da yer alıb. Sənətçinin övladı jurnalistlərlə qısa söhbət edərək həyəcanla bölüşüb. Can atasının ən sevdiyi mahnılarına söz açıb və ona uğurlar arzulayıb.